Doktor, büzdüm nahiyəsində ağrı və şişkinlik varsa, bu nəyin əlaməti ola bilər? Büzdüm nahiyəsində ağrı və şişkinlik varsa, bu əksər hallarda pilonidal sinusun tük dönməsinin əlamətidir. Büzdüm nahiyəsinin dərisində anadan gəlmə kiçik bir yollar olur və bu yollar tədricən tüklə dolur, mənfəzi bağlanır və iltihablaşır və məhz bu zaman pasiyentlər onlarda bu problemin olduğu haqqında məlumat alırlar. Bəs tük dönməsi dərmanla müalicə oluna bilər? Xeyr. Tük dönməsi dərman ilə müalicə olunmur. Sadəcə iltihablaşanda, yəni iltihab mərhələsində yerli sarğılar, kompreslərdən və antibiotika terapiyadan istifadə etmək olar. Lakin bu radikal müalicə deyil. Əsas müalicəsi cərrahi yoldur. Ən müasir əməliyyatlardan hansını məsləhət görürsünüz? Bir neçə əməliyyat üsulu var. Klassik əməliyyat, yəni kistan ölçüsü böyükdürsə, bir neçə fistul dəliyi varsa, kista kəsilib götürülür və yara ya tikilir, ya da açıq saxlanılır. Defekt böyükdürsə, flep çevirmə əməliyyatı, Limberg əməliyyatı və ən müasir metodikalardan biri olan lazer ilə ablasiya əməliyyatıdır. Bu əməliyyatın üstünlüyü ondan ibarətdir ki, əməliyyatdan bir neçə saat sonra pasiyent artıq rahat otura bilir və səhəri günü gündəlik həyatına qayıda bilir. Hər zaman sağlam olun və özünüzə qarşı diqqətli olun.